Stalin Soçidə istirahətdə olan zaman niyə xalq düşmənlərinin planı çox az yerinə yetirilir deyə Moskvaya qəzəb dolu bir məktub göndərir. Həmin dövrdə Dövlət Təhlükəsizlik Komitəsinin başçısı olan Henrik Yagoda insan qırğınlarını tam yerinə yetirə bilməməsi ilə günahlandırıldı. Stalin Moskvaya geri dönəndə hamı ilə görüşüb, bircə Yagodaya əl uzatmadı. Bu onun ölümü demək idi. Bundan sonra NKVD-yə Nikolay Yejov gətirildi. Balaca boy, psixoloji problemləri olan bu adam repressiyaların əsas icraçısı idi. Bu müəmmalı təyinatın sirrini yəqin ki, Stalinlə başqa heç kim bilməyib. Yalnız araşdırmalardan belə qənaətə gəlmək olar ki, həmin ərəfədə rəhbər böyük miqyaslı təmizlik işlərinə start verməyə hazırlaşıb. Və əvvəlcədən Yejovun çox da normal olmayan psixoloji durumu son incəliklərinə qədər öyrənilib. Və qənaətə gəlinib ki, bu cür psixoloji durumda olan insandan maksimum istifadə etmək olar. Digər bir tərəfdən Nikolay Yejovun Stalinə qarşı qədərindən artıq sədaqətli olması, rəhbərə xoş gəlmək üçün bütün tapşırıqları düşünmədən müzakirəsiz yerinə yetirə biləcəyi də nəzərə alınıb. Beləliklə, yeni NKVD şefi ağlasığılmaz repressiyalar, sürgünlərlə Stalin planlarını həyata keçirməyə başlayıb. Komissar olduğu dövrdə Nikolay Yejov 1.500.000 insanın həyatına son qoyub. Bunlardan 800.000-ə yaxını ən ağır cəzaya, ölüm hökmünə məhkum edilib. Onun NKVD-yə gətirdiyi yeniliklərdən biri xalq düşmənlərinin sayı ilə bağlı müttəfiq respublikalara, vilayətlərə qoyduğu plan idi. O, hər bir respublikaya və vilayətdə neçə nəfər insanın cəzalanmasını konkret rəqəmlərlə göstəriş verib. Cəzalar iki növə bölünüb, güllələnmə və xüsusi düşərgələrə sürgün. Repressiyaya məruz qalacaq insanların sayı və siyahısı Yejovun başçılığı ilə NKVD-də hazırlanıb. İnsan talihlərinə son qoyan bu sənədə siyasi büroda xeyir-dua veriblər. Stalin siyahıda kimin adının qarşısına bir rəqəm qoyubsa, yəni birinci kateqoriya güllələnmə, 2 rəqəmi qoyubsa sürgün və türmə cəzası nəzərdə tutulub. Cəzaların say planı ilə bağlı məmurlar arasında bu cür yanaşmalar aparılıb. Omsk vilayəti Xalq Daxili İşlər Komissarlığı İdarəsinin rəisi Qorbaçın Yejova teleqramı belə idi. Vilayətdə birinci kateqoriyadan 5444 nəfər həbs olunub. Yejov teleqrama belə cavab verir. Birinci kateqoriyaya aid olan həbslərin sayı 8000-ə çatdırılsın və təcili məruz edilsin. Digər məruzələrdə göstərilir ki, Ukrayna planı 30.000 nəfər, Belarusiya isə 5.000 nəfər artıq yerinə yetirib. Tarixin ironiyasına baxın ki, 1937-ci ildə kütləvi repressiya xalqda böyük narazılıq yaratmağa başlayanda Stalin bütün günahları Yejovun üzərinə atdı. Yejovu əvvəlcə vəzifədən çıxarıb, sonra güllələdilər. Bu hərəkəti ilə Stalin xalqda böyük hörmət və rəğbət qazandı.